Bugün Ucar rayonunun mərkəzində Yaşıl Aptek yenidən fəaliyyətini davam etdirir. Belə ki, əsaslı təmirdən sonra bugün açılış mərasimi olacaq. Məlumat üçün deyim ki, məlum hadisələrdən sonra İlham Şükuroğlu Ucar rayonunda məskunlaşmışdı və məskunlaşdığı ilk günlərdən də burada aptek açaraq əhalinin xidmətində olmuşdur. İlham həkim xüsusi olaraq qazilərimizin, şəhid ailələrinin həmişə yanında olmuş, onlara dəstək olmuşdur. Bu günlərində İlham həkim bu işlərini davam elətdirir və onun həmkəndliləri, onun dostları, ümumiyyətlə götürəndə Ucar ictimaiyyətinin nümayəndələri bu günlərin bu Yaşıl Aptekin açılış mərasimində iştirak edir. Biz İlham həkimin bu xeyirxah işlərinə həmişə dəyər vermişik və ona çox sağ ol demişik. Və bununla biz demək istərdik ki, düzdür, aptek xəstələrimizə xidmət edir, heç də kiminsə xəstə olmasını arzu etmir. Amma həyat davam etdikcə insan əgər bu həyatda yaşayırsa, onda xəstəlik də olur və digər dava dərmanlara ehtiyac olur. Odur ki, biz istərdik ki, burada istər Ucar ərazisində yaşayan insanlar, xüsusən də imtiyazlı şəxslərin bu aptekə gələrək buradan yararlanmasını tövsiyə edər. İlham həkimə bu xeyirxah işlərində, bu xeyriyyəçi işlərində uğurlar arzular. İlham həkim sözün həqiqi mənasında burada Ucar cəmaatının bir sevimlisinə çevrilmişdir və biz bu işlərdə ona uğurlar arzular. Allah çox xeyir versin, Allah rüzgün versin, Allah özü köməyində dursun, həmişə üstündə yar olsun. Allah çok xeyir. Amin. Allah sağ olasın. Xeyirli uğurlu olsun. Allah çok xeyir versin. Allah rüzgün bərəkətlə versin. Allah tanrı balalarını xoşbaxt eləsin. Xoş günlər sürət eləsin. Allah şəfatı versin. Xeyirli olsun. Allah xeyir versin. Sağ olsun. Hem halkımıza hem aileye İlham Taşoğlu. Biz öncə də dedik, burada baş tacımız olan şəhidlərimizin valideynləri iştirak edir. Biz həmişə demişik, İlham həkim xeyirxah işlərini həmişə davam elətdiribdir. O, xüsusi olaraq şəhid ailələrinin, qazilərimizin, veteranlarımızın yanında olub və o cümlədən imkansız ailələrin də həmişə yanında olub. Mən istərdim ki, bax bu günlərin burada bizim baş tacımız olan şəhid ailələri də iştirak eləyir. Həm də onu diqqətinizə çatdırım ki, İlham həkim həmişə onun bir sözü var. Deyir ki, maddiyyatdan çox bu insanların mənəvi olaraq yanında olmaq lazımdır. Sizlər də bir şəhid ailəsi kimi çox sağ olun ki, mənəvi cəhətdən bu günlərin İlham həkimin yanındasınız. Mən istərdim bu günlərin bu açılış mərasimində sizin də bir ürək sözlərinizi eşidək. Buyurun. Allah xeyirsindən eləsin, iş avatlığı versin. Bu hörməti İlham özü qazanır. Allah ona can sağlığı versin, işlərində uğurlar arzu edir. Çox sağ olun. Buyurun. Xeyir olsun. Sağ olun. Bilirsiniz, biz hər dəfə demişik, aptek elə bir sahədir ki, burada biz istəməzdik ki, aptekin çox olmağını. Amma həyat davam eləyir, insan varsa xəstəlik də var. Odur ki, müalicəyə ehtiyac olur. Amma İlham həkimin tutduğu o dəsti xət, o imkansız ailələrə, hətta bura gələn insanlara müəyyən güzəştlər eləyir. Onların, belə deyək də, dava dərmanının alınmasında yaxından iştirak eləyir. Onlara öz belə deyək ki, qayğısını, diqqətini göstərir. İstəyir maddi tərəfdən, istərsə də mənəvi tərəfdən öz dəstəyini göstərir. Və bu günlərin bax, bura yığışan bu insanlar hamısı bunu göstərir ki,
İlham Həkimin qazandığı bir hörmətdir. İlham Həkim özü Ağdam rayonunun Qiyaslı kəndindəndir. O məcburən hamımızın bildiyimiz məlum səbəbdən gəlib burada məcburi köçkün kimi məskunlaşmışdı və biz də onun bir həmkəndlisi kimi deyək ki, fəxr edirik ki, bizim belə bir həmkəndlimiz var. O gəlib bax bu hörməti qazanıbdır. Mən bu günlərin istərdim ki, İlham Həkimin anası da buradadır. Yəni ilk olaraq bu aptekin açılışının lentini də o kəsdi. Amma bir ana kimi həm də İlham Həkimin bu gördüyü işlərdə, o xeyirxah işlərində bilirəm ki, ana tərbiyəsi böyük iş görübdür. Və hətta mən onu deyim ki, İlham Həkimin atası şükür də belə xeyirxah işlərdə həmişə yaxından iştirak edir. Ana buyurun siz də, bax bu günlərin oğlunuzun bax bu qazandığı hörmətlə bilirik ki, siz fəxr edirsiniz. Ürəyinizdən keçən sözlərinizi eşitsək daha yaxşı olar. Buyurun. Allah çox xeyir versin, Allah canın sağ eləsin. Həmişə mən tərbiyə eləmişəm ki, əltizə, əyaqsıza, şəhidə, qaziyə, hamıya kömək elə. Çünki onlar bizim vətənimizi qoruyur. Onlar bizdən ötərin çox zəhmət çəkib. Qanları, canları bahasına özləri bizim yolumuzu, bizim ana bacılarının, nə bilim, vətənin yolunda canların qurban verir. Allah hamısına qəni-qəni rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Cavanlara da Allah xoş günlər qismət eləsin. Amin. Allah mənim balama da ruzu bərəkət versin. Canın sağ eləsin. Balalarının xeyir işlərini görsün. Çox sağ olun xeyir dua üçün. Bir ağbırçək xeyir duası doğrudan da lazımdır. Və bu günlərin bu açılış mərasimində İlham Həkimin həmkəndliləri iştirak edir. Onun yaxın dostları iştirak edir. Burada həmçini onlar qazilər iştirak edir. Ağsaqqallar iştirak edir. Mən istərdim elə bir Qiyaslı kəndinin bir nümayəndələrindən kimin ürək sözü varsa buyursun desin. Mən elə ilk olaraq sözü Miri müəllimə vermək istərdim. Miri müəllim öz arzularını, öz fikirlərini bölüşsün bizimlə. Buyurun. Mən ilk öncə Ucar cəmaatını salamlayıram. Qazilərimizin valideynlərini salamlayıram. Şəhidlərimizin valideynini salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin deyirəm. İlham Həkim bütün gənclərə örnəkdir. Çünki bu günləri şəhid ailələrin yanında olmaq, qazilərin ailəsinin yanında olmaq, xeyriyyə işlə məşğul olmaq, bu deyərdim ki, Zeynalabdin Tağıyevdən qalma irsi Azərbaycan xalqında bir prosesdir. Bu günləri bu davam edir. Allah Teala bütün həkimlərimizə də can sağlığı versin. Bugün burada həkimlərimiz də iştirak edirlər. Yəni, İlham, xeyri uğurlu olsun sənin aptekin qardaş. Biz də xeyir dua veririk. Allah Teala can sağlığı versin. Həmişə belə hürmətli ol, əziz ol. Təbrik edirəm. Çox sağ ol Mürsiyab müəllim. Allah sizdən də razı olsun. Mən burada bir yaxların öncə də demişdik ki, qazi qardaşlarımız var. Mən istərdim elə qazi qardaşımız da öz ürək sözünü desin. Buyurun. Ben deyim ama Allah çok hayır versin. Haydi ayol. Hayırlı uğurlu olsun. Fəxr edirəm müəllim. Vallahi. Olmanın hamıya xeyri var, həmçində bizə. Allah çox xeyir versin, xeyirli uğurlu olsun. Çox sağ olun. Mən öncə də dedim, bax İlham Həkim bu yaşında neçə illərdir ki, bax xeyirxah işlərlə məşğul olur. Hər birinə biz çox sağ ol deyirik. Və mən bir məsələni də qeyd edeyim ki, doğrudan da fəxr olunması bir haldır ki, bu günlərin bizim gənclərimiz, orta nəslin nümayəndələri xeyirxah işlərin görülməsində və digər məsələlərdə çox fəallıq göstərirlər. Bax, onun biri İlham Həkim burada biz nümunə kimi göstərdi. O cümlədən onun həmkəndlisi Vüqar var burada. Mən istərdim ki, bax, Vüqar da kənd cəmaatı və digər onu tanıyanlar bilir ki, o da xeyirxah işlərlə məşğul olur. Yəni, bu özündən sonra gələn nəslə bir örnəkdir. Bizlərin də, biz yaşlı nəslin də belə deyək də, fikri budur ki, bunlara bir çox sağ ol deyək, bunlarda istimul yaradaq. Vüqar, buyur, sən də elə çox xeyirxah işlər görürsən. Siz də öz fikrinizi bildirin. Mən də əmin olma, İlham Həkimə, mən
göz aydınlığı verirəm. Allah xeyir versin deyirəm. Bugün həkimin biz aptekin açılması ilə bağlı günlərini yığışmışıq. Mən ümumi kəndimizin sakinləri adından mən İlhama Allah çox xeyir versin deyirəm. Yəni onlar da müəyyən səbəblərdən gələ bilmir, amma qəlbləri, ürəkləri buradadır. Yəni o həkimlə yanındadır. Yəni düzdür, kəsçilər gəlmişik bura. Yəni ümumi elə bildik ki, yəni bütün kəsçilərimiz buradadır. Allah xeyir versin, Allah can sağlığı versin, gün olsun ki, amma xeyir işlərdə, ümumiyyətcə, balalarınızın toyunda iştirak edək, ellə, obayla. Sağ ol, qardaş. Ayrı nə deyə bilərəm, sənin yəni, ümumi kənd cəmaatına, ucar cəmaatına yəni, dəstək olmağından biz hamımız məlumatlıyıq. Mən ucar cəmaatına da öz kəndimiz adından, öz Ağdamımız adından təşəkkürümüzü bildiririk ki, bizim bax, belə yaxınımız kəssi. Ümumiyyətcə, yəni, bizim cəmaat, bu qaşqın cəmaatı 33 ildir ki, bax, bu rayonlarda hərəsi bir yerdə yaşayırlar da. Mən ümumi Azərbaycan xalqına öz minnətdarlığı bildirirəm ki, onlar bizə elə 33 ildir ki, bizə quzaq açırlar. Allah canlarını sağ eləsin, başda şəhid ataları olmaqla Allah hamımıza can sağlığı versin. Bəli. Şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Bəli, doğrudan da biz həmişə qeyd etmişik. Azərbaycanın talihinə yazıldı ki, məcburi köçkün həyatı yaşandı. İnsanlarımız Azərbaycanın digər bölgələrində istər-istəməz məcburi şəkildə orada məskunlaşdılar. Ancaq orada insanların münasibəti, onlara diqqəti, qayğısı çox böyük oldu. O cümlədən də elə bu günlərin Ucar rayonunda olduğumuza görə Ucar cəmaatına da biz çox sağ ol deyirik. Və əlavə olaraq onu da deyim ki, Qarabağ münaqişəsi və müharibəsində Azərbaycanın digər bölgələrindən də gəliblər, Qarabağda döyüşüblər, əzalarını itiriblər və şəhid olublar. Odur ki, biz xüsusi olaraq da, xüsusən də Qarabağ cəmaatı digər bölgələrdən gələn bizim o gəlib Qarabağda döyüşənləri heç zaman unutmur. Və biz həmişə demişik, yenə də deyirik. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, onun suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin Allah məqamın uca eləsin. Allah müzəffər ordumuzu qorusun. Allah bizim Ali Baş Komandanı qorusun. Çünki onların sayəsində, şəhidlərimizin sayəsində bu günlərin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, onun suverenliyi bərpa olunubdur. Bu günlərin aptekin açılışında Məzahir doktor da, İlham həkiminin həmkarı da iştirak eləyir. Mən istərdim ki, Məzahir doktor da öz ürək sözlərini desin. Buyurun. Əvvəla hamınızı təbrik edirəm. Çox əlamətlər bir gündə burada iştirak etməyimə görə çox özümü məmnun hesab edirəm. Mən özüm Göyçay rayonundanam, uzun illərdir təyinatla gəlib Ucarda məskunlaşmışam. Burada əhalinin sağlamlığı keşində dayanıram. İlhamla da 30 ildən artıqdır ki, demək olar İlhamın Ucarda yaşadığı dövrdən tanışdığımız münasibətimiz yaranıb. İlham həm mənəviyyatca, həm əxlaqca çox təmiz bir oğlandır. Onun Ucar xalqı içərisində, eləcə də çox salih həkim səhiyyə işçiləri kollektivi arasında böyük hörmətə, nüfuza malikdir. Bugün yeni apteki daha doğrusu var idi, biraz da genişləndirir. Allah xeyir versin, Allah onların dərmanları şəfalı olsun. Bir sözlə müvəffəqiyyətlər arzu edirəm. Birinci can sağlığı, düzdür, bəyəxsiz də qeyd elədik ki, istəməzdik, amma xəstəlik də insan üçündür. Arzu edək ki, dərmanlarımız şəfalı olsa, bütün xəstələrə Allah şəfa versin. Mümkün qədər aptekə az işimiz düşsün. Mən özüm də bu saat əlimdə buradan müəyyən dərmanla preparatda almışam. Yəni, hamı demək olar dərmana ehtiyacı var. İlham bir daha təbrik edirəm. Mamana da göz aydınlığı verirəm. Balaların xeyir işində. Allah xeyir versin. Sağ olun.
Sağ ol, təbrik edirəm. Təşəkkür eləyirəm hər birinizə. Çox sağ olun. Buyur, bir İlham həkimi bir həmkəçisi kimi siz də. Sağ olun kimi. Buyurun. Çox sağ olun. Bəli. İlk növbədə əmmoğlunu təbrik edirəm. Əmmoğlu bizim üçün bu şəhərdə, bu rayonda qazandığı xətir, hörmət hamımız üçün. Tək öz üçün qazanmayıb, bizim nəsil üçün, ailə üçün qazanıbdır. Ona görə İlhama əsəb minnətdarımı bildirirəm şəxsən. Bu uğur hamımızındır. Həm bizim ailənin, həm bizim kəndin, el cəmaatın. Belə uğurlarımız bol olsun, belə günlərimiz bol olsun. Həmişə gözəl günlərə yığışarım, bir-birimizin şad günündə, xoş gündə yanında olarız. Sizə də təşəkkür edirəm ki, gəlib iştirak edirsiniz. Çox sağ olun. Buyurun. Ben de təbriklərə qoşuluram. Əmoğlu bizə İlhamdır. Allah canı sağ eləsin. İlham çox gözəl qardaşdır, gözəl insandır. Allah onu həmişə var eləsin. Ucar rayonunu yaxşı hörmət qazanır. Atasının Allah rəhmət eləsin. Atası həmişə rəhmət oxuturubdur. Özü də hələ həm Ağdamda, elə həm Ucarda bütün il deyərəm Respublikanın müəyyən səhərinə çox hörməti var. Allah bütün qazilərimizə şəfa versin, şəhid ailələrinə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. İlham hər bir vaxtı bütün nə qədər şəhid ailələri var, müəyyən hissələri həmişə gəlib buradan, yəni İlham qardaşımız ona belə maddi və mənəvi dəstək durubdur. Çox sağ olsun. Mən Zeynəb xalaya göz aydınlığı verirəm. İlham qardaş, əmoğlu sizə də göz aydınlığı verirəm. Allah bu aptek, yəni belə nətər deyim, cəmaatımız üçün, xalqımız üçün yəni şəfalı olsun. Çox təbrik edirəm qardaş. Zeynəb xala, çox təbrik edirəm sizi. Sağ olun, təşəkkür eləyirəm. Mən burada yenə də bizim ağsaqqallarımızdan görürəm. İstərdim ki, elə doğrudan da bir ağsaqqal fikri, ağsaqqal sözü hər bir yerdə ehtiyac olmur. Buyurun, sizləri də eşidirik. Buyurun. Mən də İlham qardaşıma, Hacıoğluya gözəl günlər arzu edirəm. Fəxrimizdir ki, belə bir çəkimiz var, buradadır. Allah ona uzun ömür, can sağlığı versin. Allah balalarını xoşbaxt eləsin. Gözəl günlər nəsib olsun hər zaman. Uca Allahdan onu istəyirəm. Həmişə uğurları bol olsun. Bizim də fəxrimizdir. Biz hər yerdə fəxr edirik ki, İlham kimi çəkilərimiz var. Əxlaqlı, tərbiyəli, qanacaqlı, mərifətli. Özünə bu uca cəmaatın içində öz hörmətini qazanıb. Allah uzun ömür versin. Allah çox-çox xeyir versin, həkim. Sağ ol. Çox düzgün qeyd edirsiniz ki, biz bir həmkətlimizlə bax belə gördüyü xeyirxah işlər, qazandığı bax bu hörmət bizə də bir pay düşür. Allah çox-çox xeyir versin, İlham. Səni öpürəm, sağ can sağlığı arzulayıram. Allah səni bizim kəndimizə çox görməsin. Hörmətin, qazancın həmişə davamlı olsun. Anaya da göz aydınlığı verirəm, dayına da göz aydınlığı verirəm. Bütün bura yığışanlara, hamısına. Çox sağ ol. Allah xeyir versin. Xeyirli uğurlu olsun. Allah mübarək etsin. Allah bu cəmaat yığıldı. Hamının adından mən deyirəm Allah mübarək etsin. Uğurlu olsun, yaxşı olsun. Can sağlığı xeyirli olsun. Dedim. Sağ ol, sağ ol. Təşəkkür, sağ ol. Öz adımdan və Arxiv TV adından sizlərin hər birinə təşəkkür eləyirəm ki, gəldiniz. İlham həkim doğrudan da buna layiqdir və mən istərdim ki, İlham həkim bax bu günlərin həmişə bu insanların yanında olduğu kimi bu günlərində o insanlar onun yanında oldu. Mən istərdim İlham həkim də öz bugünkü bir təəssüratını bizimlə bölüşsün. Buyurun. Sağ olun, Şakir müəllim, çox sağ olun. Allah can sağlığı versin hər birinizə. Minnətdaram hər bir kəsə, gələn hər insanlara. Siz büyük gündə bura gəlməkdə mənə də çox qürur verirsiniz. Allah sizə ömür versin və hər bir gələnlərə minnətdarlığımı bildirirəm. Və başda bizim bu şəhid ailələrimizə ki, bunlar büyük gün burada olmağa laf qürur verirsiniz ki, büyük günü bizim şəhidlərimiz, bizim baş tacımızdır. Onların valideynləri burada olması bizə laf qürur verirsiniz. Və o cümlədən hər kəs əziyyət çəkib gələcək. Hər kəsə çox sağ ol deyirəm, təşəkkür edirəm. Və aldıqları birinci Allah heç dərman ehtiyacı olmasın, şəfa, yerdə qalan şeylərə şəfa olsun da, yəni aldıqları dərmanlarda şəfa hər birisinə düşsün.
Bizə insanların xidmətindəyik. Yəni o cümlədən bir xidmətimiz də var ki, insanlara bugünkü gündə kartlar veriləcək. Kimisi yaxınlaşıb götürə bilər, bonus kartları ki, hansı ki 5% kəşf aldıqları dərmandan 5% endirim, yenidən kartlarını oturacaq. Yəni Allah hər birinizə can sağlığı versin, uzun ömür versin. Sizin hər birinizə minnətdaram, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun həkim. Biz bilirik ki, burada yəni biz həyat davam eləyir, düzdür. Yəni heç dava dərmana ehtiyac olmasın, amma bizdən asılı olmayan səbəbdən zərurət yaranır. Biz bundan istifadə eləyirik və bilirik ki, bu aptekdə həmişə şəhid ailələrinə, qazilərinə, xüsusi o imkanı olmayan insanlara həmişə siz mənəvi və maddi dəstək olmusunuz və bu günlərində siz onu davam elətdirirsiniz. Bizə də düşən odur ki, Allah xəstələrimizə şəfa versin, sizə işavantlığı versin. Bizim bir el oğlu kimi bu işlərinizi davam elətdirməkdə biz sizlərə uğurlar arzuluyuruq. Belə bizim bir deyimimiz var. Yaşadanlar yaşayacaq. Sağ olun. Hayırlı olsun.